Selamun Aleyküm. Uca Allah'ın sülhü ve bereketi sizin ve sevdiklerinizin üzerine olsun. Burada biz birinci grup 88. sual nəzərdən keçirdik. Burada deməli yazıram CO, yazıram oksigen, yazıram CO2, başlanğıc yazıram, sərf yazıram, bir də son yazıram, yəni tarallıq yazıram. Görürsünüz ki, bu azalan xəttlər solda duran maddələri təmsil edir. 7-dən başlayıblar. Yəni bunların başlanğıcı 7-dir. CO2 sağda durduğuna görə başlanğıcı və sərfi yoxdur. Və o da gəlib artıb və əvvəl olmayan, sonra artan bu sağda duran CO2-dir və 6 olub. Təbii ki, reaksiyamın tənliyini yazıram. 2CO üstəgəl oksigen, 2CO2. Bu 6 alınanda görək bu neçə mol sərf olunur. Baxıram 6 sərf olunur, 1 qaldı. O da gəlib demək burada 1 olur. Sonra bunu tapırıq. Bu da deməli 3 sərf olur, qaldı 4. Deməli lap aşağıda CO dayanır. Yəni A buradan 1-ə bərabərdir. Bax bu A 1-dir. Ondan yuxarıda B-də deməli 4-dür. O da oksigenə aiddir. Bu da B-dir. Və bizə deyir ki, 20 saniyədə reaksiyanın CO-ya görə sürəti V bərabərdir. Nu sərfdir bu. V delta T sərf deməli CO nə qədər sərf olub? 6. Həcm burada nə qədərdir? Burada 1 litrlik qab yazıb 1, zaman da 20. Bu 0,3-ə bərabərdir. 6-nı 20-yə böləndə 0,3 edilir. Daha sonra biz 89-cu sualı nəzərdən keçirdik. Burada fosfor üstəgəl kükürt əmələ gəlir. P2S3, 2 yazıram, 3 yazıram. Eyni kütlədir. MM. Bu deməli 2 vurulsun 31, 62-dir. Bu isə 3 vur 32, 96-dır. Və təbii ki, M bölü 62, M bölü 96 hansı kiçik alınırsa o tam sərf olur, digəri artıq qalır. Deməli, M bölü 96 daha kiçik olduğuna görə bu tam sərf olacaq. 17 qram bundan artıq qalacaq. Artığı belə yazıram. Yəni, M-17-yə M qramdır, 62-yə 96-dır. Təbii ki, biz də buradan tapırıq ki, M nəyə bərabərdir? 48-ə bərabərdir. Biz tapdıq ki, M 48-ə bərabərdir. Biz tapdıq M 48 elədi. Deməli, bu 48 sərf olunur tam. Bu da 48 minus deməli 17. 48-dən 17 çıxanda bu da 31 qram sərf olur. Bizə nə deyir? P2 üçün molunu tap. Bura 1 yazıram. 31 62-yə böləndə də 0,5 eləyir. Bunu da 96-ya böləndə 0,5 eləyir. Yəni hansını istəsən tapa bilərəm. 0,5 mol P2S3 deməli əldə olunacaqdır. Yəni biz buradan başlanğıc qarışığın kütləsini soruşur. Biz M-i 48 tapdıq. Bunların ikisi də M idi. Yəni 96 qram başlanğıc qarışığı imiş. Daha sonra burada deməli 90-cı sual gəlir. 90-cı sualda alken və alkaden molekul hidrogenlərin sayı eynidir. Alken hamaları sıranın 3-cü nümayəndəsidir. 1-ci nümayəndə etilendir. 2-ci nümayəndə propendir. 4-cü nümayəndə karbon 4H8-dir və burada əsasən 3-cü nümayəndə budur. Və təbii ki, burada hidrogen nə qədərdir? 8. Onda bunda da 8-dir. Alkaden də 2M-2-də hidrogen. 2M bərabərdir 10. N də buradan 5-ə bərabərdir. Alkadiyəndə deməli, əsasən biz karbonun sayını da 5 tapdıq.